Limbik sistem, amigdala, hipokampus, bu adlar sizə mürəkkəb gəlir. Əslində hər şey çox sadədir. Təsəvvür edin ki, beyninizin içində nəhəng bir şəhər var. Bu şəhərin bir idarə etmə mərkəzi, bir mühafizə xidməti və bir də arxivi var. Gəlin bu gün duyğularınızın gizli paytaxtına strateji bir səyahət edək. Limbik sistem bu şəhərin adıdır. Bu tək bir struktur deyil, bir neçə mərkəzin birlikdə işlədiyi funksional sistemdir. Onun əsas rolu duyğuların yaranması, motivasiya və yaddaşla əlaqənin qurulmasıdır. Sevincimiz, kədərimiz, qorxumuz, hamısı bu sistemin məhsuludur. Bəs bu şəhərin əsas sakinləri kimlərdir? Birincisi amigdala. O, bu sistemin mühafizə xidmətidir. Onun bir tək funksiyası var. Ətrafda baş verənləri analiz edib, bu hadisə mənə nə hiss etdirir, sualına cavab tapmaqdır. Əgər bir təhlükə və ya böyük bir sevinc varsa, amigdala dərhal həyəcan siqnalı çalır. O, duyğuların odunu alovlandıran mərkəzdir. Duyğu varsa, bilin ki, amigdala orada iş başındadır. Amigdalanın imzası var. Və nəhayət hipokampus. Hipokampus isə yaddaşın təşkilatçısıdır. Amigdalanın alovlandırdığı o duyğuları götürür və yaddaş qovluğuna yerləşdirir. Məhz buna görə də quru məlumatlar unudulur. Amma amigdalanın həyəcanla möhürlədiyi xatirələr bir ömür boyu hipokampusda qorunur. Bu bir-birini tamamlayan mükəmməl bir ilahi zəncirdir. Deməli, bu sistem belə işləyir. Limbik sistem ümumi idarə sahəsi, amigdala əhəmiyyət siqnalı verən mexanizm, hipokampus isə bu məlumatı yaddaşa çevirən strukturdur. Bu əlaqəni anladığınız an artıq yaddaşın necə işlədiyini hiss etməyə başlayırsınız. İndi isə özünüzü yoxlayın. Sizin yaddaşınızda ən güclü qalan xatirələr daha çox hansı duyğularla bağlıdır? Diqqət edin, neytral məlumatlar yox, məhz hiss etdiyiniz anlar yadda qalır. Fikrinizi yazın, birlikdə analiz edək.